Hər salam dostlar, mən bugün sizlərlə yeni bir videodan qarşınızdayım. Evet dostlar, PUBG sırdırdı. Başlıqda da yazsam, bəziləriniz gəlib deyəcək ki, PUBG niyə sırdırdı? Onu da deyim. PUBG niyə sırdırdı? PUBG oyunu bir elədim. Mən oyuna girərkən bir görüm ki, 0.5 MB güncəlləmə gəldi. 5 MB güncəlləmə gəldi. Megabayt, gigabayt yox, megabayt güncəlləmə gəldi. Elə belə heç bir dəqiqə seçmədim. Düşündüm ki, oyuna dedim, nə qədər premium sandıq var. Çünki mənim 74 dənə premium sandıq kupon var və nə qədər vaxt ki, oyuna premium sandıq gəlməyib. Amma başqa şey gəldi oyuna. Sandıq gəldi, qazanı, millət bir şey gəldi. Asker sandıq altda bu gəldi. Və millət biraz zərər düşündü, biz niyə bunu açsaq, buranı açsaq biz. Buranın hamısı sürərdi. Sürərsiz olsa hələ asardım, amma burası sürərdim. Çox oyuncular şikayət elədilər PUBG-yə. Çünki 7-6 il oynayan oyuncuların qrafiti vardı. Məsələn, şurada envarta yenə girdiyim zaman mən bütün qrafitləri orada harcadım. Burada qrafiti yeri harcadım. Bura. Burada qrafitlər vardı. Özdə çoxlu qrafitlər vardı. Və oyuncu şikayət edir ki, 6-7 il oyun oynayır və qrafitlər biz nağarıq. Özdə PUBG-də belə çözüm gətirdi axır ki, bunları dolduracaqsınız da qrafitlərimiz. Ancaq qrafitləri əlbəttə ki, doldurmayacaqsınız. Asker sandıqda bunu bir-birlərimizə əlbəttə ki, harcayacaqsınız. Burada məsələn bizdə olan bunlar. Orada parçalaya bilərsiniz. G paralarımızı parçalaya bilərik. Daha sonra gümüş parçacıqlarımızı parçalaya bilərik. Amma əlbəttə ki, ən çox verənlər bunlardır. Qrafitlərimizdir. Bunları harcaya bilərik. Bunları ki, bunların hamısını alacaq. Bunlar qutarından sonra yuxarıda sandıq alacaq 3 dənə. Üçündən birləri gələcək 2000 para. Hər dəqiqə 2000 sınırsız çevirə biləcəksiniz. Bəs bunlardan nə çıxa bilir? Malzemə parçacığı, daha sonra ablem parçacığı, daha sonra X3 yüksəldə bildiyimiz daş var ya, gümüşrəkdə. Ondan parçacığım verir. Bunları belə birləşdirə. Məsələn, gümüş parçacıqlarını gedib özünüz qalçet və başqa bir set ala bilərsiniz. Və parçacıqlarla birlikdə, məndə bundan 7 dənə var bu dəqiqə. 10 dənə edib, mən burada 4-5 dənə oradan çıxardıb, gəlib burada silahlarınızı yüksəldə bilərsiniz. Bu sizin seçiminizdə. Amma məncə, sizə bu şey gəlmişkən, çünki burada sürəsi də var. Baxmayın, 2025 03-13-də gəlir, 2025 07-11-də qutaracaq. Yəni 4 aylıq süre verib. 4 ay içərisində qrafitlərinizi harcayın. Bəlkə yenə gələ bilərmi? Gələ bilər. Oyun gətirirsə gələ bilər. Amma məncə ağlınız varsa qrafitlərinizi xərcləyin. Çünki qrafitlər başqa harda xərcləyə bilərik ki? Qrafitlər məncə oyunda xərcləmək bəziləri sevir. 4-5 dənə saxlayın xatirə məsələn, oyun köhnə qrafitlərdir. Və daha istəsə hamısını xərcləyin. Çünki Donald çox qəşəng burada ödülləri verir bizə dostlar. Videomuz bu qədər idi. Bu arada bəzi də onu deməkdə və görmüş olduğunuz kimi Popular savaşını qazandım. Popular atmanızı unutmayın. Görmüş olduğunuz kimi adım oradadır. 52 00 21 37 191. Görmüş olduğunuz kimi adım yuxarıdadır. Və burada görmüş olduğunuz kimi popularınızı ata bilərsiniz və kanalımıza abunə olub like atmanızı unutmayın. Və burada bir şey demək istəyirəm. Bəzi insanlar gəlib deyir ki, sən bu sinə fatih ola bilməsən. İdə olan mən bir dənə söz demək istəyirəm. Mən keçən sezon 2 həftədə altına asortiyası 14'e kadar kastım. Yok 15'e kadar kastım. Asortiyası 15'e kadar kastım 2 həftədə sadəcə. Və bu dəqiqə indi mənə deyir ki, fatih olam məsələn. Bu dəqiqə oyuna başlasam bir həftədə bu dəqiqə mən bir həftə keçməz mən fatih olam. Amma biləmirəm fatih kassam mı kasmasam mı. Kasa bilərəm bu sezon ya da gələn sezonu kasa bilərəm. Artıq başlayacağım. Amma kasmaq hədəfim var. Bu gün yəqin tac olaram. Evet, bu videomuzda bu qədər olsun. Yəni bunlar demək istədim ki, PUBG Mobile onu sırdırdı. Yeni video üçün kanalımıza abunə olub like atmayı unutmayın. Sağ olun.